Qoca səndələyə-səndələyə ayağa qalxdı, divardan tutaraq qapını əli ilə axtarıb tapdı nümunəsi haqqında doğru fikirləri müəyyən edin. Fe'lin təsriflənməyən formaları fərqli şəkilçilərlə yaranmışdır. Səndələyə-səndələyə fe'li bağlama hesab olunur və A şəkilçiləri vasitəsilə yaranıb. Digəri tutaraq sözü araq şəkilçisi vasitəsilə yaranıb. Növbəti isə axtarıb, bu da ıb şəkilçisinə yaranıb. Deməli, bir doğrudur. Tabesiz mürəkkəb cümlə deyil, çünki bir mübtədamız var. Digər xəbərlərin hər biri bir mübtədaya aiddir. Xəbərlər həmcinsdir, bəli. Ayağa qalxdı və qapını əli ilə axtarıb tapdı. Adi dərəcədə olan sifət isimləşməyib, amma burada qoca kim sualına cavab verir, isimləşib. Yalnız qrammatik mənası olan bir söz işlənib. Yəni köməkçi nitq hissəsi bəli, təkcə bir dənə köməkçi nitq hissəsi var. Zərfli işlənsə də zərf işlənməyib. Doğrudur, çünki burada fe'li bağlama zərflik vəzifəsində iştirak edir. Səndələyə-səndələyə tərzi hərəkət zərfliyidir. Divardan tutaraq fe'li bağlama tərkibidir. Yenə də tərzi hərəkət zərfliyidir. Qapını əli ilə axtarıb, bu da zərflik olsa da zərf deyil, fe'li bağlama tərkibi ilə ifadə olunub. Cavabımız olacaq 1, 3, 5 və 6.